Cəlilabad rayonunun Uzuntepe Güneşli yolunda hərəkətdə olan Ford markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı kanala aşıb. Hadisə nəticəsində 5 nəfər 1978-ci il təvəllüdlü Elnur Əlixan oğlu İsayev, 1982-ci il təvəllüdlü Günay Valeh qızı İsayeva, 2006-cı il təvəllüdlü Nurlanə Elnur qızı İsayeva, 2010-cu il təvəllüdlü Elmira Elnur qızı İsayeva və 1992-ci il təvəllüdlü İqbal İlham oğlu İsayev xəsarət alıblar. Xəsarət alanlar Cəlilabad rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar. Xəstəxanadan bildirilib ki, 7 iyun 2025-ci il tarixində saat 11 radələrində yol nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər, ikisi kişi, 3 qadın cinsli olmaqla Cəlilabad rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri ilkin tibbi xidmətlər göstərilib. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Xəsarət alan şəxslərin hazırki vəziyyətləri stabil olaraq qiymətləndirilir. Yaralılardan 3 nəfəri ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi xəstəxanada davam etdirilir. Qeyd edək ki, Əraziyə Fövqəladə Hallar Nazirliyi xilasediciləri də cəlb olunub. Faktla bağlı araşdırma aparılır.